Hörmətli izləyicilərim, evi göstərməmişlər, olacaq bir şey deyim. Son vaxtlar komendantların qanını qaraldıram. Hansı evi təqdimatı görürlər sosial şəbəkələrdə, sağ sahibinə zəng vururlar ki, satırsan, mən o dedi ki, Tural bəylə bizim müqaviləmiz var, bütün salahiyyətlər Turaldadır. Yəni, sən də müştəri gətirsən və ya qapı qonşu da alsa, doğma qardaşın da alsa Tural bəylikdə bu ev. Ona görə də görürəm də belə qaşları, qanları qaralır müəyyəndə, oxud eləyənmirlər. Sözüm onda yox, Allah hamur qusur versin. Sizə gözəl bir ev təqdim edəcəm. Sizə otağını genişliyilə görürsünüz də, dəyərli izləyicilər. Bu da alır olmayan binadır. Yaxşı atsan çıxarmış binadır şəhərdə. Dostluq MTK-dır. Nərimanovda. Xüsusi bir kompleks, zaten bilən biri. Çox dostlarımız yaşayır burada. Tikənlərdə salam olsun. Dəyərli izləyicilər, burada ekskluziv bir mənzil təqdim edirəm sizə. 163 kvadrat bunun sahəsi var. 4 otaq belə geninə bolunan bir mənzildir. Sahibi, o da biz dəyərli izləyicimiz, dostumuzdur, fabrik direktorudur. Arada bir gəlib gelir. Ya bu mənzili yaşamayıb da demək olar ki, alıb bunu padmayak vaxtı alıbdır, təmir edib bu mənzili. Və öz üçün, yəni Bakıda evim var da, gələndə Bakıya bir dəfə dəyib getmir. Detallı şəkildə izah edirəm ki, tam aydın olsun sizə ki, siz nə cür bir mənzilə baxırsınız və nə cür mənzil alırsınız. Keçək o birisi otaqlara, bu mənzilin təmir səviyyəsidir, yerin parketidir, mobilyası, əşyalar, onlar zaten gör demirəm. Öz üçün hər şey yaxşısı. Burada bir dənə nito bir şey, yəni ucuzu bir şey yoxdur, lüstrda olsun. Yer isti döşəmədir, mərtəbə, orta mərtəbədir, əla bir mərtəbədə yerləşir, dəyərli izləyicilər. Giriş hissəsi, koridor. Burada belə bir dekor. Gəlirsən, buranın proyektini bilənlər bilir də, qəşəng proyekti var bu mənzillərin, bizim dostluq MTK-nın, sonra ofisi, Nərimanov parkı olan beşik proyektləri var. Bura bunun ümumi sanitar qovşağıdır, yer isti döşəmədir, bazardığından öz zövqünə görə eləyibdir. Hər zaman deyirəm ki, mən olsam belə eləyərdim, amma o yüzden sənin özünə aiddir. Fakt insan belə eləyib, məsələn. Keçək buradan mətbəx. Bura mətbəx hissəsidir. Bütün lazımlı elektronika, televizorlar, şəxsi mənzildir, hər şey markalardan, boş firması, kondisionerindən, elektronikasından, paltaryandan, qabyandan, soyuducusuna qədər hər şey var mənzildə. Dəyərli izləyicilər, növbəti otaqlara da keçək yavaş-yavaş. Deməli, bu bir yataq otağı, uşaq yataq otağıdır. Burada uyğun olaraq öz zövqünə görə bacardığı dərəcədə təmir, əşyalar qoyubdur. Yaxşıdır. Dolu qapıları var. Yer isti döşəmə dilim təkrar açıq olmasın. Bura isə valideyn yataq otağıdır. Böyük yataq otağıdır. Bax, belə bir geniş yataq, 2 dənə pəncərə, həm eyvana çıxırsan, həm də balkona, həm də pəncərədən baxırsan həyətə. Burada televizor nə qədər var, Kuros Lantinas'a qədər var. Burada da kondisioneri, hamam otağı. Mənzil tam əşyalarla birlikdə satılır, dəyərli izləyicilər. Kupçası da var, əldədir, alıbdır. Vergi ödəyəcək və alandan adını keçirəcək. Qiymətdə qeyd eləmişəm. Kimə maraqlıdırsa, kim istəyirsə bizim nömrəyə əlaqə saxlasın, baxmaq üçün ki, buyursun, gəlsin, baxsın. Sağ olun.